gözünü yumaq nədir? Boşa xalan yanaq nədir? Tər kamanım gəl, gəl, qarşı kamanım gəl, gəl, məhəbbətim gəl, gəl, səadətim gəl, gəl. Tər kamanım gəl, gəl, qarşı kamanım gəl, gəl, məhəbbətim gəl, gəl, səadətim gəl, gəl. Göy otlar üstündə yatıp, kətə-kölək gölə batıp, göy otlar üstündə yatıp, kətə-kölək gölə batıp, külək vurub ağır bəyin o yan bu yanına atıp, külək vurub ağır bəyin o yan bu yanına atıp. Tar kamanım gəl, gəl, qarşı kamanım gəl, gəl, məhəbbətim gəl, gəl, səadətim gəl, gəl. Tar kamanım gəl, gəl, qarşı kamanım gəl, gəl, məhəbbətim gəl, gəl, səadətim gəl, gəl. Getdim gördüm bağda yatıp, hörükleri gülə batıp. Getdim gördüm bağda yatıp, hörükleri gülə batıp. Beni görüp qarşı çaldı Tar kamanım gəl, gəl, qarşı kamanım gəl, gəl, məhəbbətim gəl, gəl, səadətim gəl, gəl. Tar kamanım gəl, gəl, qarşı kamanım gəl, gəl, məhəbbətim gəl, gəl, səadətim gəl, gəl. Göy otlar üstündə yatıp, kətə-kölək gölə batıp, göy otlar üstündə yatıp, kətə-kölək gölə batıp, külək vurub ağır bəyin o yan bu yanına atıp, külək vurub ağır bəyin o yan bu yanına atıp. Tar kamanım gəl, gəl, qarşı kamanım gəl, gəl, məhəbbətim gəl, gəl, səadətim gəl, gəl. Tar kamanım gəl, 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 qarşı kamanım gəl, 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 məhəbbətim gəl, gəl, səadətim gəl, gəl. Tar kamanım gəl, gəl, qarşı kamanım gəl, 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 məhəbbətim gəl, gəl, səadətim gəl, gəl, məhəbbətim gəl, gəl, səadətim gəl, gəl. Hər birinizi salamlayıram və efirimizə rəng qatan balaca qonaqlarımız Mirvari Rəqs qrupu bədii rəhbəri Aysel İsmailzadəyə təşəkkür edirəm gözəl rəqslərinə görə, minnətdaram və bugün efirimizin də həmçinin balaca qonaqları var. Gördüyünüz kimi bugün bol-bol qonaqlıyıq və bu qonaqlar elə belə qonaqlar deyil, hamısı bir qalibdir. Bugün onlar öz qalibiyyətlərinin təəssüratlarını bizimlə və bizi izləyən balaca dostları ilə bölüşəcəklər. Və onları burada təmsil edən Şəbnəm xanım, xoş gəlmişsiniz. Xoş gördük. Xoş gördük sizi. Bizdə nə gözəl ki, bu qürur hissi ilə hər birinin üzündə bir qürur hissi var. Hansı ki, düşünürəm ki, özləri ilə fəxr edirlər, yox uşaqlar? Əlbəttə. Və bugün də bu hisslərini bizimlə bölüşəcəklər. İstərdim təqdimatlarını bizə verəsiniz. Nədir, hansı yarışma idi, necə baş verdi?
Azərbaycanda birinci Uşaq Teatr Festivalı keçirildi. Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı ilə Teatr Xadimləri İttifaqı və E-Media Qrupun dəstəyi ilə keçirildi bu festival. Bu festivalda 15-dən artıq heyət iştirak eləyirdi. Yəni uşaqlardan ibarət, sırf uşaqların təşkil olunduğu heyətlər idi. Bizim heyət Sabunçu rayonu Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəbin uşaqlarından seçilib. Bu uşaqları belə xüsusi seçmişik. Bunların hər biri istedadlıdır. Baxmayaraq ki, bizim məktəb adi orta məktəbdə heç bir incəsənət təmayülü yoxdur, amma məktəbdə kifayət qədər istedadlı uşaqlar var. Biz onlara belə bir ad seçdik, Hop Hop. Bizim məktəb Mirzə Ələkbər Sabir adına deyər, onun təxəllüsü olan Hop Hop adını teatr truppamıza Məncə götürdük. çox uğurlu bir seçimdir, həm də düşərli oldu uşaqlar üçün. Bu festivalın bir tələbi var idi ki, nağıllar əsasında tamaşalar hazırlanmalıdır. Biz də bir Dəcəl Keçi adlı bir nağıl seçdik. Və bu uşaqlar heyvanları canlandırırdılar. Məncə kifayət qədər maraqlı bir tamaşa alındı ki, 3-cü yerə layiq bilindik. Uşaqları təqdim edeyim. Sübhan bizdə ayı rolunu canlandırırdı. Rəyyan bizdə nağılçı idi, əsas nağılı danışanımız idi. Vahid baş obrazımız idi, Dəcəl Keçimiz. Canel ən kiçiyimiz, Canel bizdə canavarı canlandırırdı. Canel səndən qorxulur. Hələ orada daha qorxulusu var, bizim Fatimə tülkünü canlandırırdı. Zəhralarımız, bir zəhramız qoyun obrazındaydı, digər isə dananı canlandırırdı. Nə gözəl, çox maraqlıdır mənə, amma mən uşaqlardan xahiş eləyəcəm ki, hərəsi öz təqdimatlarına, qısa heç olmasa bir neçə cümlə bizə desə, çox maraq etdik ki, görəsən orada siz necə təqdim eləmişsiniz, ən azından nağılı sözlərlə bizimlə bölüşərsiniz. Buyur Sübhan. Buyur mənim balam, sizin rolunuz necə idi? Mənim rolum aydı. Aha. Orada mən təsərrüfatlarımı çatdıra bilərəm ki, çox gözəl idi, hamı öz rolunda razı idi və çox maraqlı keçdi və biz orada 3-cü yerə qalib olduq. Çox gözəl. Bunu da çox sevinirik, yəni 3-cü yer tutduğumuz üçün. Biz orada tək orta məktəbi idik və uğurla qalib gəldik orada 3-cü yerə. Çox gözəl. Təbrik edirəm sizi uşaqlar. Digər komandalar, yəni bizdə daha çox mədəniyyət yönümlü idi. Yəni xalq teatrları var idi, mədəniyyət evləri var idi, uşaq gənclər birlikləri var idi. Yəni daha çox idi. Bizimki yalnız orta məktəb. Orta məktəbidir. Ona görə biz bunu 2 qat uğur kimi qəbul edirik. Ona görə həqiqətən 2 qat uğurunuzdur. Siz demiş elə bir şərait olmadan, yəni mədəniyyət təmayülü olmayan bir məktəbdən belə bir istedadlı uşaqlar halaldır sizə uşaqlar. Ayı olmaq necə bir hiss idi? Çox gözəl bir hiss idi. Hamı qorxurdu yox səndən? Həm çox qorxurdu, həm də çox maraqlı idi. Məsələn, orada biz qorxulu görsənsəydi, onlar bizdən güclü olduğuna görə, yəni ağıllı idilər. Orada ev heyvanları, meşə heyvanlarına qalib gəlmişdi. Çox yaxşı, çox yaxşı. Özü çox maraqlıdır ki, ki, əsas fiziki güc deyil, ağıl və savad bilik qalib gəlir. Obrazları seçmək biraz adamda belə bir fikirləşirsən, bu onu canlandırar, o bunu canlandırar. Amma Sübhana baxan kimi deyir, ayı sənsən, birinci ayını seçmişik, digərlərini qoy seçək sonra. Sübhan, öz rolundan bir neçə kəlmə bölüşə bilərsən, bizimlə və səni izləyən öz dostlarınla. Məsələn, mənim orada bir rolum var idi. Deyirdim ki, dıngıl sazım, bayaq bir dana yemişəm, biri də bacadan düşdü. Dananı qorxudurdu belə. Çox yaxşı, aferin sənə. Qürur duyuruq səninlə. Davam eləməyi düşünürsən? Demək olar ki, aktyorluq fəaliyyətindən danışıram. Xoşuna gəldin mi belə bir yarışma, belə bir yarışmada qalib gəlmək, bunun davamı gəlsin, ardı gəlsin, öz istedadının üzərində daha da işləyəsən, məsələn, ölkədə gələn dəfə birinci yerə çıxasan, hətta ölkə xaricinə, belə bir ambisiyaların varmı? Bəli, hamıya görə bu yaxşı olar. Məsələn, bu Azərbaycanda davam eləməsi yaxşı olar. Mən Azərbaycanda ikinci teatr olsun, onlar davam festival olsun. Uşaqlar çox sevinirlər. Biz orada teatr göstərəndə, yəni oynayanda çox sevinirdik. Yəni çox bizə maraqlı idi. Bəli. Ona görə də daha da, yəni inkişaf eləməsi daha da yaxşı olur. Çox gözəl, çox gözəl. Təşəkkür edirəm. Sənə bir daha uğurlar və fəaliyyətlər arzulayıram. İnşallah növbəti buraxılışlarda səninlə birinci yerin qalibi kimi biz görüşərik. Bu bizə qismət olar. Təbriklər. Çox sağ ol. Rəyyan. Rəyyan nağılı anlatandı. Bəli. Nağılı anlatandı. Salam. Rəyyan, sən öz hisslərini bölüşə bilərsən bizimlə? Orada heyecanlıydım.
Aha. Yəni Amma özünü heyecanlıydım. itirmədin, yox? Hayır, itirmədim. Aferin. Sevincliydim, xoşbəxt idim. Çox gözəl. Qalib olacağını bilirdin, hiss eləyirdin. Ən azından biraz hiss eləyirdim ki, mən də bir yer tutacağam. Ay, bax gördün, hissiyatın səni aldatmadı. Demək ki, nəymiş? İnanmaq lazımıymış, özünə güvənmək lazımıymış. Və sənin səsin, səs tembrin də məncə anlatılmaya çox uğurlu seçildi. Bəli. Çox gözəl. Anlata bilərsən nağıldan bizə bir neçə kəlmə. Məsələn, birinci elə mənim çıxışım idi. Birinci hissəni danışım. Günlərin bir günündə el dağdan arana köçürdü. Amma iş elə gətirmişdi ki, bir keçi, bir qoyun, bir də dana bundan xəbərsiz idilər. Özləri üçün otlayan, oynayan, şılvan atan heyvanları sahibləri də unutmuşdu. Heyvanlar bir də ayıldı ki, lələ köçüb, yurdu qalıb. Ay, Belə başlayırdı tamaşamız. çox gözəl, çox da heyecanlı başlayıb. Çox gözəl. Qalib olmaq necə hissdir, Rəyhan? Çox qürur verici bir hissdir. Məncə sən həm də komandanın qalibiyyətinə çox böyük qatqın olub. Çünki sənin o həyəcanla, emosiyanı anlatmaq bizi artıq maraq yaratdı ki, görəsən nə baş verdi? Niyə lələ köçdü, yurdu qaldı? Bu mənim üçün bir ilk idi və ilkdən uğur qazanmaq məni çox qürurlandırır və bu Şəbnəm müəllimə sayəsindədir. Yox, hər Çox birinin gözəl. doğrudan da çox böyük yükü var idi. Hər biri çox məsuliyyətlə yanaşırdı. Çox qısa bir müddətdə, 2 ay ərzində yalnız şənbə, bazar günləri bizə şərait həftədə yaradılmışdı. 2 gün. Bəli. Yəni sayılı günlər mən Bəli, deyərdim bəli. ki, sayılı günlər ərzində çalışaraq qalibiyyət qazanmaq doğrudan çox böyük müvəffəqiyyətdir. Mən sizin hər birinizi təbrik edirəm. Doğrudan çox qürur verici bir şey olmalıdır, yox? Bəli, çox Davam qürur eləmək verici. istəyirsən, ardı gəlsin istəyirsən. Mən istəyirəm. Aktris olmaq istəyirəm. Ay, məncə çox yaraşar sənə. Enerjin, nazın çox gözəldir. Gələcəkdə bir arzum var ki, məşhur bir aktris olum. Məncə sən bunu bacaracaqsan. Bunu burada dedik. Bax bu efirdə bunu dedik. İnşallah sən gələcəkdə tanınmış bir aktrisa olanda sağ ol. bugünkü bu qalibiyyətindən doğan bir arzunun təməli kimi bugün sənin yaddaşından heç vaxt silinməz. Bilsən də bütün uğur hekayələrinin bir başlanğıcı var. Eləsi var sadəcə bir stəkan çay içəndə o sənin ağlına gəlir. Eləsi var heç gözlənilməyən bir anda o ideyanın, o uğur hekayənin təməli qoyulur. Mən ümid edirəm ki, bugün də sənin uğur hekayənin bir təməli və başlanğıcı Çox bir sağ gün ol. olar. Sənə uğurlar arzulayıram. Çox Gözəl sağ ol. qız. Təbriklər. Vahidə verək. Bizim dəcəl keçi. Vay, keçi olmaq necə bir şeydir? Gözəl hiss idi. Mənim üçün maraqlı idi keçi Evet. rolu. Orada hamının öz rolu var idi. Hamı da rolunu gözəl çıxış edirdi. Çox gözəl. Öhdəsindən gəlirdi hər kəs öz rolunu. Vahidin həm də rəqs qabiliyyəti var deyə rəqsə gedib. Keçinin qıvraq hərəkətlərinin öhdəsindən uğurla Tamaşada yəni o gəlmişdi. rəqs elementlərindən də istifadə eləmişdik. O Çox ritmik rəqsin altında bir sevincini rəqslə biruzə verirdi. Keçi niyə sevinirdi orada? Ayı, tülkü canavarın başını aldatdığı üçün, onları qorxutduğu üçün. Öz yoldaşlarını xilas elədiyi üçün. Bəli. Deməli, keçi orada bir politika, siyasət yürüdü. Bəli. Siyasət Dəcəl yürüdü. olduğu qədər Ağlı- hiyləgər, ağıllı idi. Həm də keçinin belə bir yetənəkləri də var imiş. Bəli. Neynədi xilas etdi? Orada dananın üstünə hücuma gəldilər onu yemək üçün. Mən isə orada onları xilas eləmək üçün öz bacarığımdan istifadə etdim. Aha. Hiləgərliyimdən istifadə etdim orada. Çox gözəl. Afərin sənə. Afərin. Qalib olmaq necə hissdir? Gözəl işdir, hamıya arzulayıram, hamı qalib olsun. İkinci festivalda istəyirəm olsun. Qatılacaqsan? Bəli. Şəbnəm xanım, keçi rolunda ya başqa rolda siz gələcək festivallərdə görməyi düşünürsüz bizim uğurlu balamızı? Bunlar mənə ultimatum veriblər ki, Xəbərdarlıq. ikinci Çünki festival. mən düşünürəm ki, boynunuza qoyublar ki, Hə. növbəti festivallarda Hətta orada biz yenə var. Fatiməmiz var ki, hər dəfə gəlir, hətta hər dəfə mesaj yazır. Müəllimə, birdən ikinci festival olar. Siz də başqa uşaqları nəzərdə tutarsınız. Bilin ki, sizdən küsəcəyik. Ay canım mən. Amma başqa yoldaşlara da bəs necə fürsət verək? Onların istedadı necə üzə çıxsın? Onlar da bu festivalda iştirak edə bilər. Aha. Paylaşa bilirik müəyyən qədər. Truppanı böyüdərik də. Məncə də qruppanın nağıl ilə nağıl seçərik ki, rol dostlarınızın sayı çoxalır. Böyük olsun. Və festivallar da siz böyüdükcə
sizdən balaca yoldaşlarınıza əmanət kimi olar. Bəli. Məktəbin də belə bir missiyası olar ki, bu uğuru qoruyub saxlayasınız. Bəli. Məncə o məktəb elə bir dahinin adını daşıyırsa, bu uğuru da haqq edir. Bəli. Davamlı olaraq haqq edir. Mən və bunu da məktəbə qoruyub xüsusi saxlamaq. təşəkkür etmək Xüsusən, istəyirəm. doğrudan da. Direktorumuza Venera xanıma o şərait yaratdı. Mən yəni məktəbin əməkdaşı deyiləm, məktəbdə müəllimə kimi çalışmıram, amma bu şəraiti yaratdı ki, yəni şənbə, bazar günləri akt zalını bizim ixtiyarımıza verdi, Sağ uşaqları olsunlar. ixtiyarımıza verdi, biz məşqlərimizi Amma elədik. siz də o etimadı doğrultdunuz. Bacardığımız Həqiqətən, qədər əlbəttə. həqiqətən. Uşaqlar da çox əmək qoyub, çox ürək qoyub, çox istəkli, çox həvəslidirlər. İnşallah növbəti belə deyək, festivallərdə ikinci və birinci yerlərinizi bax burada, bu studiyada dostlarınızla bölüşərsiniz. Birinci festivalın bağlanışında Azərbaycan İncəsənət Məktəbi bizə söz verdi ki, davamlı olacaq, yəni ikincini də gözləyirik. Mütləq, məncə bunu Yəqin ki, belə etməlidirlər. olar. Doğrudan da bizim ölkədə istedadlı uşaqlar çoxdur. Və bu cürə fəaliyyətlər uşaqları yəni həvəsləndirir, ondan da ziyadə zamanlarının səmərəli keçməsinə Əlbəttə. zəmin yaradır. Uşaq oturub ekrandan onu izləməkdənsə, özü bunu eləyirsə, belə festivallarda qalib gəlmək arzusu ilə hərəkətə keçirsə nə gözəl. Məncə doğrudan da tez-tez olmalıdır belə Səhnə ilə festivallar. tanışlıq, ən azı Bəli. tamaşaçı kimi səhnə ilə tanışlıq belə. Sosiallaşmaqları, kütlə qarşısında çıxış etməməklər. Baxın, deyir, həyecanlıydım, amma özünü həyecanlı olsa da nə gözəl toparlayıb və o qədər gözəl təqdimat edib ki, öz komandasını qalib edib yəni. Bəli. Demək ki, bu da bir təcrübə olmalıdır uşaqlar üçün. Təbrik edirəm. Çox sağ ol. Demək istədiyin arzuların, sözlərin var dostlarına, özünə? Belə yoxdur. Yoxdur. Tamam, o zaman biz sözü sənin digər dostlarına verək, görək onlar nə hiss edirlər. Mən istərdim balaca canavar öz təəssüratlarını bölüşsün. Canel əslində sonuncu məşqdən bizə qatılıb. Onun əvəzində başqa bir uşaq var idi. Sadəcə səhhəti ilə əlaqədar olaraq son anda o bizə qatıla bilmədi və son Allah şəfa anda versin, amma son anda Canelin Canel mənim övladımdır. Həm də Maşallah, İncəsənət Allah Məktəbində saxlasın. dərs keçib teatr aktyorluğundan. Biraz ona görə arxayın oldum ki, gözəl. əməkdar artistimiz Qasım Nağının tələbəsi olub, Tələbəsidir. 3 tamaşasında oynayıb. Maşallah, Düşündüm ki, artıq hazırlıqlıymış. az da olsa təcrübəsi var və bir məşqə belə öhdəsindən gələ bilər. Can, amma gəldi də. Gəldi. Aferin sənə Canel. Canel, sən öz uğurunu bölüşə bilərsən bizlə. Buyur danış. Nə istəyirsən? Canavar olmaq, hamının səndən qorxması necə bir hissdir? Aha. Necə bir hissdir? Hamı səndən qorxur, düşünsənə. Canavar yaxşı belə uluyurdu orada. Bir auları var idi. Onunla Bizə anlata seçilirdi. bilərsən canavarın nitqindən, sözündən, səsindən. Bölüşə bilərsən bizlə. Bəli. Buyur. Səsin qalındır. Aha. Onu eləyə bilərsən də. Necə səs çıxardır canavar? Au! Oy, çox gözəl, aferin sənə. Hamı səndən qorxurdu. Necə oldu sonra? Kim qalib gəldi? Hamı üçüncü yer tutdu. Bilirəm, yox. Nağılda kim qalib gəldi? Canavar mı uddu? Bütün heyvanları yedi mi? Yoxsa heyvanlar mı canavarın gücü üzərində qalibiyyət qazandı? Heyvanlar məni qorxutdu, mən qaçdım, yeyə bilmədim. Canavar da qorxarmış ya. Necə oldu canavar qorxdu onlardan? Necə oldu? Necə baş Dedilər verdi? dıngıl sazım. Bir canavar gəldi, onu da yeyəcəm. Sən də inandın ki, səni yeyəcək. Hə. Ax sən. Demək ki, nəymiş? Sonra dedim ki, dayan önə, onlar axı Ot yeyəndilər, ət yeyən deyirlər. Ot yeyəndilər axı, ət yeyən deyirlər axı. Bunu düşündün sən orada. Hə. Gecidir Ne də güzel artıq. ama geciydi ha. Sonra Deməli- yenə də qorxdu. Yine de korktun. Ama korku anında deməli insan sağlıklı düşünə bilmir də, yox. O an ağlına gəlməz ki, bunlar məni yeyə bilməzlər. Ya, sonradan ağla gəldi. Nə nəticə çıxdı buradan? Demək ki, insan qorxsa da soyuqqanlı olub məntiqli düşünməlidir qalib gəlmək üçün. Yox? Düşünməlidir. Məncə də. Və biraz zamanında düşünməlidir. Gec yox. Gec olanda doğrudan da gec olur, yox? Gecə olur. Təbrik edirəm səni. Uğurların çox olsun canım. Çox
Hansı rol oynamaq istərsən gələcəkdə? Hamısını. Hamısını. Hamısı can elindir. Mən inanıram ki, sən bütün rolların öhdəsindən gələrsən. Çünki sən istedadlı uşaqsan. Çox sağ ol. Təbrik eləyirəm. Sən sağ ol. Canım. Allah qorusun. Fatiməmiz İndi var. mənə çox maraqlıdır ki, həmişə nağıllarda tülkü ən qıcıq obrazı idi. Çünki həmişə bir hiyləgərlik eləyirdi və hamını aldada bilirdi, yox? Fatimə desin onu nəyə görə tülkü roluna belə layiq bilmişəm. Niyə? Mənə də çox maraqlıdır. Mən tülkü rolunu oynamışam və çox həyəcanlı olmuşam. Amma orada hiyləgər rolunda mən çox xoşladım. Müəllimə məni gözlərimə görə seçib tülkü rolunu. Ay canım benim. Qəşəng belə tülkü Çox gözəl gözləri gözlərin var. var sənin bu arada. Çox sağ ol. Çox. Aha. Öhdəsindən gəldin. Sən Gəldim. Məncə də öhdəsindən gəlməsəydin, 3-cü yerin qalibi olmazdınız, deyilmi? Hətta tülkünün geyimini elə bəyənmişdi ki, ondan olsaydı elə o geyimlə Çıxartmaz. gəzərdi. Canım mənim. Mənə şəxsən çox maraqlıdır bu teatrın doğrudan da video görüntüsü. Görəsən qeydlərdə ya Var, səhifələrdə və sən maraqlıdırsa izləyicilərimiz hardan baxa bilərlər bu təqdimata? Bu festivalın rəsmi Aha. Instagram hesabı var. Orada görüntülər var. Paylaşılır. Bəli, Adı videolar necə var. gedir Şəbnəm xanım? Birinci Uşaq Teatr Festivalı. Ha, nə gözəl. Deməli, bu gözəl istedadlı balalarımızın çıxışını mən şəxsən çox maraq etdim və efir bitər-bitməz mütləq ki baxacağam. İzləmək istəyən Instagram səhifəsi üzərindən Birinci Uşaq Teatr Festivalı səhifəsindən izləyə bilərlər. Şəxsən mənə çox maraqlıdır sizin rolunuz. Eyni zamanda Çünki- təşkilatçı Azərbaycan İncəsənət Məktəbinin səhifəsində də bu videolar. Azərbaycan İncəsənət. İncəsənət Məktəbinin Instagram səhifəsində də bu gözəl balaların çıxışını, təqdimatını, onları qalib edən istedadlı ifalarını izləyə bilərik. Mənə də çox maraqlı gəldi. Düşünürəm ki, orada oynayan, o rolu icra edən qəhrəmanları bu dəqiqə biz burada canlı görürük. Bu da bizim üçün bir şansdır. Yox, ulduzlar hər kəsə maraqlıdır çünki. Yenə türkü rolunda oynamaq istərsən? Çox istəyirəm. Çox istəyirəm. Çox məmnunuyum. Obrazına vurulub. Çox uğurlu seçmisiniz gerçekten. Həqiqətən yəni möhtəşəm. Əgər bir insan oynadığı rolu sevdisə, demək ki, o roldan çox məmnun oldu və sevərək ifadə etdiyi rolu da uğurla ifa edir insan. İstənilən işi sevərək görürüksə, bu işdə uğur əldə etməməmiz mümkün deyil, yox? Nə hiss edirsən? Əslində mən vəhşi heyvanların içində çox hiyləgər və çox ağıllı idim. Aha. Bu da çox yaxşı bir hissdir. Aha. Bax, ev heyvanlarına qarşı vuruşmaq necə bir şeydir? Və uduzmaq necə bir hiss idi? Əslində orada ilk öncə düşünürük ki, yəni biz güclüyük, onları yenə bilərik. Amma ki Fiziki güclüyük yox. Fiziki gücümüz də var. Onlar əhilləşmiş ev heyvanlarıdır. O qədər güclü deyillər. Biz onları parçalayacağıq, yeyəcəyik, böləcəyik, axşama qonaqlıq eləyəcəyik. Yeməyin yarısından çoxunu da can eləyəcək, canavar yeyəcək. Yox, belə planlamışdınız. Nə umurdunuz, nə buldunuz. Necə baş verdi ki, siz aldandınız? orada bəzi mənim sözlərimdən qorxdular. Aha. Amma ondan sonra onlar elə can elinki kimi deyəndə ki, bayaq bir tülkü yemişəm, hələ birini də yeyəcəm. Onda hamımız qorxub qaçdıq. Çox gözəl. Bu politikanı kim işlədibsə keçi, yox? Keçi, bəli. Aferin sənə keçi. Aferin. Məncə bu əsərin qəhrəmanı keçidir. Bəli, bəli. Yox, keçini alqışlayaq məncə. Çünki doğrudan da hər kəs bilirsiniz də ev heyvanlarının zərər görməsi, yeyilməsi yırtıcı heyvanlar tərəfindən hamını çox üzür. Hamını çox üzür. Çünki onları saxlamaq üçün əmək sərf edən ev sahibləri var, onların balaları var. Düzdür, yırtıcı heyvanlar da təbiət tərəfindən qorunur, onlar da. Amma ev heyvanlarının yeyilməsi, keçilərin, qoyunların, danaların, quzular yeyilməsi hər kəsi çox üzür və keçi bu əsərin qəhrəmanıdır ki, ev heyvanlarını xilas edib. Heç kim zərər görmüyor. Nə ev heyvanı zərər görüb, nə çöl heyvanı zərər görüb və sevindirici sonlanıb Bəli, nəticəmiz.
Doğrudan bu da çox sevindirici bir haldır. Təbrik eləyirəm və çox təşəkkür eləyirəm gözəl təqdimat üçün və komandanın qalib olmasına qatqın üçün və uğurların bol olsun deyirəm, gözəl balam. Və sözü veririk Zəhraya. Zəhra, sənin rolun nə idi? Qoyun. Qoyun roluydu. Ən təhlükədə sən idin məncə, yox? Ən birinci qoyunu gedir, tutur, yer yırtıcı heyvanlar, yox? Özün necə müdafiə elədin? Qorxurdum. Ayketi biz bunları necə tutacaqdik ki, kesin hiləgərləri var idi və ağıllı idi. Əgər o olmasaydı, indi bu dəqiqə bizi yemişdilər. Ay canım mənim. Ümid eləyirdinmi ki, sən canını qurtara biləcəksən bu yırtıcı heyvanlardan? Qoyun nə hiss eləyirdi? Qorxurdum, amma keçi sağ olsun, hamımızı şeylədi. Sakitləşdirirdi. Bəli. Keçi orada həm də psixoloq olurdu. Aferin keçi, sən nələr bacarırsanmış keçi. Zəhranın çox maraqlı bir replikası var idi. Deyə bilərsən. Vahid hər dəfə ona deyirdi ki, dostunuza inanın deyəndə, Zəhra sən nə deyirdin? Kimə? Kimə? Zalda çox qəşəng bir gülüş yaranırdı hər dəfə o söz deyiləndə. Doğrudan da halaldır səni. Rolunu çox gözəl ifadə etmişsən Zəhra. Halaldır. Nə hiss eləyirsən? Aktrisa olmaq necə bir hissdir? İnsanlara gülüş bəxş etmək, uğur qazanmaq, bir rol oynamaq, özün olmayan bir kəs kimi çıxış etmək. Necə bir şey? Yenə olsa yenə edərəm. Yenə istəyərsən. Çox həvəslilər Şəbnəm xanım. Birinci dəfədən necə həvəsə gəliblərsə, Həqiqətən. bəlkə də başqa ixtisasla məşğul olmağı düşünürdülərsə, Doğrudan. çoxsu istiqamətini dəyişdi incəsənət əsəri. Onsuz da belədir. Hər belə deyə arzudan bir dönüş nöqtəsi olur ki, o nöqtədən sonra insan qərar verir ki, kim olmaq istəyər. Təbii ki, bəlkə də bunlar heç incəsənətlə məşğul olmayacaqlar, amma Bu bir xatirədir. Əlbəttə, hobbi kimi yaşatmaq, Doğru. ümumiyyətlə səhnə təcrübəsi olmaq, bu gözəl bir hissdir məncə. Təbii ki, mən də balaca olanda mənim məktəbdə səhnəyə çıxardırdılar, mahnı oxudurdular. O vaxt çox utanırdım, amma indi deyirəm ki, o çox böyük təcrübə qazandırır insana. Uşaq vaxtı kütlə qarşısına çıxmaq, həyəcanlanmadan öz rolunu ifa etmək, ifa etdikdən sonra sevinmək ki, çaşmadım, hamısını düz dedim, heç də yadımdan çıxmadı. Bu çox böyük bir uğurların təməlini qoyur.
özgüvən yaradır, özünə inam hissini artırır, arzular yaranır. Yox, möhtəşəm bir hissdir. Böyüyəndə kim olmaq istəyirsən? Aktrisa, incəsənət. Hamısı aktris olmaq istəyir. Fikirlərini qarışdırdım uşaqlar. Ümid edirəm ki, qızım, arzuladığın ixtisası inşallah ki çatarsan. Çox sağ ol. İnşallah. Təbrik edirəm səni. Gerçək qız. Bizim Rolu- digər Zəhramız, onun artıq təcrübəsi var idi, səhnə təcrübəsi var idi. Bundan öncə Mədəniyyət hansı evində. çıxışların olmuşdu qızım? Əslində mən festivallarda, tamaşalarda belə çox yerdə iştirak etmişəm, tamaşaçı olaraq. Tamaşaçı yoxsa iştirakçı? İştirakçı. İştirakçı olaraq. Aha. Yəni bu mənim üçün ilk deyildi, amma mən bunu çox bəyənərək, çox xoşbəxtliklə yerinə yetirirdim. Çox gözəl. Rolun nə idi, kim idi? Dana. Aha, necə bir hissdir? Əslində birinci dəfə müəllimə deyəndə ki, danasan, yəni bu rolu mənə verəndə əslində biraz demişdim, dana. Zəhra yəni daha əvvəl baş rollar oynayıb nağıllarda. Zəhra üçün belə kiçik bir rol olmuş. Yəni daha çox belə deyək də prinsessa kimi rollar ünlü oynayıb. bir aktrisa. O gözləyirdi ya baş rol olar, ya nağılçı olar. Məncə elə bir fikri var idi. Mən deyəndə Dana biraz gördüm, tərəddüd elədi. Dedim, əgər həqiqətən aktrisasansa bunu da oynayacaqsan. Heç bir roldan qorxmamaq lazımdır. Mən bacararam. Hansı rol olur olsun, öhdəsindən gələrəm. Necə ki gəlmisən. Yox? Bəli. Necə oldu? Dananın çıxışlarından bir neçə kəlmə bizə deyə bilərsən? Dananın çıxışlarından deyə bilərəm, məsələn, keçi Eldağdan arana keçəndə mən keçiyə deyirdim ki, Keçican, biz batdıq, biz qırıldıq. Burada tək-tənha qalandan sonra tülkünün, canavarın, ayının yeminə çevriləcəyi. Ay aman. Qəşəng ağlayırdı səhnədə. Ağlamaq hissəsi sənə düşmüşdü, eləmi? O birlər sənə qoşulub ağlayırdılar, yoxsa xilas olacaqlarını bilirdin? Qoyun necə ağlayırdı? Mənə çox maraqlıdır. Göstərə bilərsən. Bir dənə bir mikrofonu görüm, qoyun necə ağlayırdı. Canım. Aha, sonra xilas olduqdan sonra Keçi orada öz rəqsi ilə çıxış etdi. Biz də orada mənə bir odun verilmişdi ki, tar kimi çıxış edeyim. Orada belə çalğı aləti kimi istifadə elədiyin və birləşərək deməli dana ilə keçinin birgə təşəbbüsü olub xilas etmək. Yəni bunlar 3 heyvan, ev heyvanı, dana, qoyun, keçi. Keçinin hiyləgərliyini xilas olurlar. Nəhayət öz sahiblərini tapıb onların yanına qayıda bilirlər. Çox gözəl. Bu bir təmsildir də. Bu bir təmsildir. Mənə çox maraqlıdır uşaqların fikirləri ki, bu təmsildən çıxan nəticə nədir? Bax bu təmsildən çıxan hər təmsil bir ibrətamizdir. Nəsə öyrədir bizə. Heyvanların dili ilə öyrədir bizə gerçəkləri və biz bir nəticəyə gəlirik. Məsələn, tülkü və canavar, ayı, bunlar vəhşilər idi. Bunlar öz güclərinə arxayındılar, fiziki cəhətdən üstündülər deyə. Amma məlum oldu ki, fiziki güc heç də hər şey deyil. Əsas ağıldır. Əsas ağıldır və birlik, dostluqdur. Bunlar tək-tək də qalsaydılar, yenə də məğlub ola bilərdilər. Bunların demək ki, birliyi güc birlikdədir. Bəli. Və hər zaman ağıl, savad, bilik qalib gəlir. Heç kim heç vaxt fiziki gücünə arxalanmasın. Əgər sənin qabağında ağıllı biri varsa, deməli o səndən hər zaman bir addım öndədir. Demək ki, uşaqlar nə etməliyik? Ağıllı olmalıyıq, savadlı olmalıyıq, güclü olmalıyıq və hər zaman dostlarımızla birlik olmalıyıq. Bütün çətinliklərin öhdəsindən ancaq və ancaq belə gələ bilərik. Yox? Təbrik edirəm sizin hər birinizi bir daha və təşəkkür edirəm gəldiniz bizim proqrama, öz dostlarınızla, bizi izləyən izləyicilərlə öz təəssüratlarınızı bölüşdünüz. Mən bir daha xatırlatmaq istəyirəm bu gözəl istedadlı balaların çıxışını Azərbaycan İncəsənət Məktəbinin Instagram səhifəsindən və həmçinin Bakı 1-ci Teatr Festivalı adlı Instagram səhifədən izləyə bilərsiniz. Mən efir bitər-bitməz mütləq izləyəcəm. Sizin çıxışlarınız mənə çox maraqlıdır. Televiziya üzərindən yayım oldu mu bu festivalın? Müxtəlif telekanallar süjetlərlə
yəni dəstək oldular, nümayiş etdirdilər. Həm açılış mərasimini, həm bağlanışı, həm ayrı-ayrı tamaşalardan Nə gözəl. epizodlar verdilər. Sağ Nə gözəl. olsunlar əlbəttə. Və bizi izləyən balaca izləyicilərimiz də varsa, onlara da buradan bir motivasiya olmuş olsun. Demək ki, istedadlı uşaqların istedadını çıxartmaq, ortaya üzə çıxartmaq üçün şərait bizim ölkədə hər zaman var və olacaqdır. Mən çox təşəkkür edirəm Siz sağ gəldiyiniz olun. Şəbnəm Siz xanım. sağ olun, uşaqlar Doğrudan çox gəldilər. gözəl iş ərsəyə gətirmisiniz. Sizi təbrik eləyirəm. Ən əsası uşaqların həvəsinə görə təbrik eləyirəm. Doğrudan da var, ortaya iş çıxara bilirlər uşaq, amma uşaqda o həvəsi hiss etmək demək ki, sevgi var. Və bunu onlara siz vermisiniz, siz göstərmisiniz. İşini sevmək, sevərək icra etmək və nəticənin bu cürə uğurlu olması. Və o sevgini də geri almaq. Bəli, bəli, qarşılıqlı paylaşılması mənə də buradan pay düşdü və Sağ təşəkkür olun. edirəm sizin hər birinizə. Və sonda Nur rəqs qrupuna və bədii rəhbər Abbaszadə Nəzrin xanıma təşəkkür eləyərək balaca balalarımızın gözəl rəqsi ilə efirimizi sonlandırıram və növbəti buraxılışlarda sizinlə yenidən görüşmək ümidi edirəm. Sağlam qalın.
Səbəti